Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Meyxanaçı Pərviz Bülbülə qonaq olduğu günə uğurla və rəngarəng verilişlərində duet ortağı Türkan Vəlizadə ilə bağlı gündəm yaradan açıqlamaları verir. Xəbər verilir ki, sənətçi bildirib ki, onun Türkanla oxumasına heç kim qadağa qoymayıb. Mən Türkanla yalnız səhnəni bölüşmüşəm. Dərdimizi bölüşmürük. Onun şəxsi həyatında kim tərəfindən qadağa varsa, bunu da deyə bilmərəm. Pərviz Bülbülə əlavə edib ki, Türkan Vəlizadənin şəxsi nömrəsi onda yoxdur. Türkanın heç bir şəxsi nömrəsi məndə yoxdur. İşlə bağlı danışanda köməkçisi ilə əlaqə saxlayıram. Onun nömrəsini bilən az sayda insanların siyahısında deyiləm. Meyxanaçı daha sonra iddialı fikirlər səsləndirib. Türkan məndən yaxşıca istifadə etdi. Mən həmişə demişəm ki, işi görəndə özüm üçün edirəm. Bu işdə qarşı tərəf, yəni Türkan məndən yaxşıca yaralandı. Pərviz Bülbülün bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.